Bu çıxış yolunda kim var bizimlə? Çox zaman bizi maraqlandırmır. Maraqlandırmır. Bizi maraqlandıran necə çıxacağıq bu vəziyyətdən? Musa üçün çıxış vəd olunmuş torpağa getmək deyildi. Musa üçün çıxış Allahın huzurunda qalmaq idi. Sanki istəklərinə çatırlar. Köləlikdən azadlıq, buyurun. Köləlikdən artıq azadsınız. Vəd olunmuş torpaq, buyurun. Siz vəd olunmuş torpağa gedirsiniz. Ancaq Musa deyir, yox. Yox, mənim üçün bu çıxış deyil. Əgər sən bizimlə getməsən, biz burada qalaq. Çünki sən buradasın. Mən belə bir xalqı vəd olunmuş torpağa necə aparım və indi bu məsələni necə həll edim? Musa plan axtarmır, Rəbbin huzurunu axtarır. Səhra cəza yeri deyil, səhra Rəbb ilə görüş yeridir. Məhz səhrada Allahdan asılı olduğumuzu anlayırıq. Məhz səhrada Rəbbin huzurunun həyat olduğunu anlayırıq. Mən başa düşürəm ki, biz müxtəlif yaş kateqoriyalarına aidik və adətən insan yaşa dolduqca çətin vəziyyətlərə düşür, daha ağır vəziyyətlərə düşür. Bu həyatın keşməkeşli periodlarından keçir. Bilmirəm, sizin həyatınızda ən ağır sıxıntı, ən ağır dövr nə ilə bağlıdır? Mən sadəcə düşünürdüm, bu haqda fikirləşirdim ki, mənim həyatımda ən ağır nə ola bilər və bir neçə fikirlər gəldi və istərdim biz də baxaq öz həyatımıza. Əgər həyatımızda belə bir çətin itkilər, sarsıntılar olubsa, onları gözümüzün qabağına gətirək. Nə qədər ağrılı olsa da düşünək onları. Və adətən insanların ən böyük sarsıntıları ailə münasibətlərində olur. Ailə dağılanda, ailə dağılmaq ərəfəsində olduqda, misal üçün insan öz evinə gedir, kişi və ya qadın evinə getmək istəmir, çünki evdəki münasibətləri o qədər onun üçün ağırdır, o qədər anlaşılmazlıq var, o qədər başa düşülməmək olur və bu çox ağır bir sınaqdır, hər bir insanın həyatında ola biləcək ən ağır sınaqlardan biridir və demək olar ki, insanın bütün düşüncələrini, bütün hisslərini zəbt edən bir vəziyyətdir. Və sonra mən düşünürdüm ki, ən böyük sarsıntılar maliyyə sarsıntıları ola bilər. Yəni, insan birdən-birə illərlə qazandığını və yaxud da ki, mirasla ona çatan nəsə varsa, birdən-birə itirir və tam imkansız birinə çevrilir maddi durumda. Və yaxud da ki, davamlı olaraq yenə də maddi sahəyə aiddir. İnsan çalışır və ömrü boyu bu maddi çətinlikdən çıxa bilmir. Həmişə borclar içindədir, həmişə sıxıntı içindədir və bu da onun həyatında ağırlıq yaradır. Və yaxud da ki, mən bilirəm ki, valideynlərin bəlkə də hər bir valideynin ağlından keçən, lakin tez kəsdiyi bir fikir var. Evlad itkisidir. Evlad itkisidir. Mən bu haqda düşünən zaman həmişə mən düşünürəm, evladlarını itirən valideynlər üçün nə qədər ağır bir zərbədir bu, nə qədər ağır bir yükdür və bu yükdən necə qurtulmaq olar və bu həyatı altının üstünə çevirən bir hadisələrdir. Və bu şeyləri biz nəzəri olaraq dedik ki, misal üçün, ola bilsin aramızda kimsə bu vəziyyətlərdən keçib bu və ya digər şəkildə. Və bugün də biz eşidirik, məsihçilərin də arasında olur, qəfil ölümlər, gənc insanlar ölür və valideynlər imanlı olaraq öz evladlarını itirirlər. Bizim yaxınlarımızda belə bir şeylər olur və biz eşidirik. Necə insanlar çıxır bu vəziyyətdən. Və indi bilmirəm nə qədər aranızdan mən dediyim kimi etdi, yəni ki, düşündü öz çətinlikləri haqqında və yaxud da ki,
bu çətinliklərə düşdükdə nə edirik biz? Nə edirik biz? Misal üçün, gənclərdə ən çox yaşadığı böyük sarsıntı sevgi ilə bağlı olan sarsıntılar olur və onlar üzülürlər buna görə. Misal üçün, kifayət qədər təcrübəyə malik olduqdan sonra və yaxud da biz o mərhələdən uzaqlaşdıqdan sonra biraz barmaq arası baxa bilərik, biraz qeyri-ciddi kimi baxa bilərik. Ancaq özümüzü o dövrə səyahət etsək, xatırlasaq, bu həyatda həqiqətən də ağır yüklərdən biridir. Aşiq olmaq, sevmək və sevgilinin səni rədd etməsi və bu həyatın bir faciəsi kimi görsənir o gənclər üçün. Və indi fikirləşək, biz bu çətin vəziyyətə düşdükdə nə edirik? Nə edirik? Şəxsən sən. Heç birimiz sığortalanmamışıq. Aramızda heç kim sığortalanmayıb ki, qəfil valideynimizi itirə bilmərik. Aramızda heç kim sığortalanmayıb ki, qəfil evladımızı itirə bilmərik, həyat yoldaşımızı itirə bilmərik və yaxud da ki, özümüzlə elə bir şey ola bilər. Həkimə gedərik, bizə elə bir diaqnoz qoyar ki, və bizim üçün, bizim ətrafımız üçün bu sarsıntı ola bilər. Yəni ki, bu xəstəlik, xərçəng xəstəliyi 30 yaşında da insanı tuta bilər, 20 yaşında da, 40 yaşında da və belə bir vəziyyətə biz düşmüşüksə, nə etmişik və yaxud da ki, nəzəri olaraq biz fikirləşək ki, mən düşsəm nə edərəm? Nə edərəm? Mən bu haqda düşünən zaman fikirləşdim ki, təbii ki, bunlar çəkisinə görə, ağırlığına görə, vurduğu zərbəyə görə müxtəlif sınaqlardır, mənim adlarını çəkdirdim. Ancaq biz həmişə çıxış yolu axtarmağa çalışırıq. Elədir, yoxsa yox? Razısınız mənimlə? Biz çıxış yolu axtarmağa başlayırıq və biz fikirləşirik ki, bu vəziyyətdən, misal üçün, bu sarsıntıdan və yaxud da ki, bu zərbədən mən necə çıxa bilərəm? Və bu çıxış yolunda kim var bizimlə? Kim var bizimlə? Misal üçün, evlad tərbiyəsində evladın əxlaqi dəyərləri mi deyim, evladın özünə aparmağı mı deyim, yüksək əxlaq dəyərləri norma hesab edən bir valideyn üçün evladının əxlaqsız olmağı və yaxud da ki, asiliyi bir zərbədir və bu çıxış yolunu biz necə axtara bilərik? Və bu çıxış yolunda kim var bizimlə? Əslində, mən deyərdim ki, biz düşünəndə, biz əksəriyyətimiz və bu dünyada da belədir və bu bizdə də belədir və əslində bu bizdə belə olmalı deyil. Biz də dünya kimi demək olar, biz üsullarımız fərqlidir, lakin cəhdimiz, niyyətimiz və ilk addımımız çox bənzəyir dünyadakilərin addımına. Biz çalışırıq ki, bu bir çıxış yolu axtaraq. Bu vəziyyətdən bir çıxış yolu axtaraq. Və bu çıxış yolunda kim var bizimlə çox zaman bizi maraqlandırmır. Maraqlandırmır. Bizi maraqlandıran necə çıxacağıq bu vəziyyətdən? Ailə böhranını mən necə həll edəcəm? Ailə böhranını mən necə həll edəcəm? Məni əsas bu maraqlandırır və yaxud da maliyyə çətinliyindən mən necə çıxacam? Bu maraqlandırır bizi. Və yaxud da ki, mənə diaqnoz qoyulubsa, ilk olaraq hara gedim, hansı həkimlərə müraciət edim, hansı klinikaya gedim, bu durur bizim qarşımızda. Yəni ki, mən çıxış yolunu axtarmağa başlayıram və mən qətiyyən düşünmürəm ki, bu çıxış yolunda mənimlə kim var? Mənim bu addımlarımda kimin xeyir-duası var? Bu bizi maraqlandırmır, qətiyyən maraqlandırmır. Siz əgər xatırlayırsınızsa, bir zaman bu kafedradan belə bir söz, belə bir fikir səsləndirilmişdi ki, insanların kimliyi onların çətin məqamlarında bəlli olur. Siz fikir verirsiniz, misal üçün, bir yerdə, bir filmlərdə baxdıqda, qəza olduqda, misal üçün, bir gəmidə və yaxud da ki, bir təyyarədə insanlar bir-birini itələməyə, tapdalamağa başlayır ki, çıxışa birinci o getsin. Misal üçün, Titanik gəmisi batdıqda o qayıqlara hər kəs özü can atırdı ki, birinci. Və düşünürəm ki, biz də çıxış yolu axtardıqda bəzən o insanlara bənzəyirik.
öz zahiri qiyafəmizi, zahiri əməllərimizi elə göstərir ki, yox, hər şey normaldır, ancaq niyyətimiz o insanların tamamilə niyyəti kimidir və bizi maraqlandırmır kim bizə nə deyəcək. Bizi maraqlandıran odur ki, mən bu vəziyyətdən çıxmalıyam. Əsas çətin vəziyyətdən nəyin bahasına olursa olsun çıxmaqdır. Biz hətta yalanda danışırıq pis vəziyyətlərdən çıxmaq üçün. Biz kifayət qədər şahid olmuşuq ki, biz özümüz yalan danışırıq çətin vəziyyətdən çıxmaq üçün. Müəyyən bir yerlərdə biz şahid olmuşuq ki, imanlılar yalan danışır çətin vəziyyətdən çıxmaq üçün və onlar düşünürlər ki, bəli, bu vəziyyətdən çıxmaq üçün hər üsul yaxşıdır. Bu doğrudurmu bizim anlayışımız? Biz bəzən bunu avtomatik də edirik və sərtləşirik biz çıxış yolu axtaranda. Bəzən öz maraqlarımıza görə çox sərt oluruq, amansız da oluruq və biz belə edirik. Müqəddəs kitabda bir parçanı oxuduqda bu parça bizə necə etməli olduğumuzun demək olar ən parlaq nümunələrindən biridir. Mən çıxış sözünü elə belə boş yerə çox istifadə etmədim. Biz bugün çıxış kitabı haqqında və daha doğrusu çıxış kitabından bir məqam haqqında danışacağıq və ümumiyyətlə hamı bilir də çıxış kitabı nə haqqındadır. Çıxış kitabı İsrail xalqının Misir əsarətindən azad olunması haqqındadır. Buna həsr olunur və Musa peyğəmbərə Rəbb buyruq verir və o xalqının yanına gedir və xalqı əsarətdən çıxardır. Əsarətdən çıxardır, yəni qul idilər, kölə idilər orada, əsarətdən çıxardır və eyni zamanda vəd olunmuş torpağa aparır. Rəbb vəd etmişdi onlara, yaxşı bir torpaq vəd etmişdi və o torpağın təsvirləri də var və köləlikdən azad olmaq, Rəbbə ibadət etmək və vəd olunmuş torpağa aparırdı. Və bu çıxış başladıqdan sonra İsrail xalqı heç də Rəbbə hər zaman minnətdarlığını bildirmirdi. Heç də hər zaman öz şükranlığını bildirmirdi ki, biz köləlikdən azad olmuşuq. Sən bizi qul olmaqdan azad etmisən və asilik edirdilər. Bəzən şikayətlənirdilər ki, bizim keçmiş həyatımızda yediklərimiz indikindən daha yaxşı idi. Və belə bir məqamlardan biri də asiliyin, Rəbbə qarşı üsyanın ən pik nöqtələrindən biri də onların büt düzəltməsi idi. Qızıldan büt düzəldirlər və tapınırlar və belə bir təhlükəli bir zamanda, yəni ki, cəzanın çox yaxın olduğu bir zamanda, çünki Rəbb buna görə cəzalandıra bilərdi və təsəvvürümüzə gətirək ki, Musa hansı hissləri keçirir və Musa xalq ilə o zaman səhrada idi. Səhrada idi. Və iş orasında idi ki, xalqın özünü aparması, elə bir asiliyi Musanı eyni zamanda nəinki fiziki olaraq səhrada idi. Musa ruhani olaraq da səhrada idi. Həm fiziki olaraq səhrada idi, həm də ruhani olaraq səhrada idi. O, Rəbbin əmrinə görə o xalqı azadlığa çıxarmağa gəlmişdi və vəd olunmuş torpağa aparırdı. Digər bir tərəfdən də xalqın asiliyi Rəbbə qarşı var idi və asiliyi çox ali bir səviyyəyə gəlib çatmışdı ki, onlar büt düzəlmişdi və Musa səhrada, ruhən də səhrada idi və o bilmirdi ki, nə etsin. Rəbb mənə deyib, bu xalqı çağır. Digər bir tərəfdən bu xalq asilik edir, Rəbbə qarşı çıxır və mən nə edim? Və Musa nəinki fiziki olaraq çıxış axtarırdı, o ruhani bir çıxış axtarırdı o məqam. Bilmirəm, bizim həyatımızda belə bir şeylər olur, yoxsa yox. Ki, biz özümüzü səhrada hiss edirik və biz bir çıxış axtarırıq. Və bütün xalqın taleyi həll olunur. Əgər biz o parçanı oxusaq, görürük ki, Rəbb ümumiyyətlə deyir ki, mən artıq sizinlə getməyəcəm. Mən sizinlə getməyəcəm.
və Musa çaşqınlıq içindədir. O ruhən səhradadır. Və belə bir vəziyyətə sən düşsəydin, Musanın yerində, nə edərdin? Nə edərdin? Xahiş edirəm, sadəcə düşünək. Mən olsaydım, nə edərdim? Yəqin ki, həyatımızda olan çətinliklər zamanı, sınaqlar zamanı olduğu kimi, yenə də çıxış yolu axtarardıq. Çıxış yolu axtarardıq. Bu çıxış yolu nədən ibarət olacaqdır? Nədən ibarət olacaqdır? Biz çıxış yolu axtaracağıq. Amma Musanın çox qəribə bir cavabı olur. Musanın çox qəribə bir duası olur, deyərdim. O deyir, əgər sən, bəzi dillərdə sənin hüzurun deyil, sən yazılır. Və mən də təsirli olmaq üçün o cür oxuyacağım. Əgər sən bizimlə getməsən, bizi buradan göndərmə. Çox maraqlıdır. Musa deyir, siz gedəcəksiniz. Amma mən gedməyəcəm, mələyə gedəcək sizinlə. Və Musanın çox qəribə, sanki hər şey həll olunmuşdur. Xalq məhv edilmir, xalq vəd olunmuş torpağa gedir. Sanki istəklərinə çatırlar, köləlikdən azadlıq, buyurun, köləlikdən artıq azadsınız. Vəd olunmuş torpaq, buyurun, siz vəd olunmuş torpağa gedirsiniz. Ancaq Musa deyir, yox. Yox, mənim üçün bu çıxış deyil. Əgər sən bizimlə getməsən, biz burada qalaq. Çünki sən buradasın. Musa üçün çıxış vəd olunmuş torpağa getmək deyildi. Musa üçün çıxış Allahın hüzurunda qalmaq idi. Onun olduğu yerdə qalmaq. O sanki deyir, mənə vəd olunmuş torpaq lazım deyil. Mənə vəd olunmuş torpaq lazım deyil. Qardaşlar və bacılar, baxın necə asanlıqla, necə düşünmədən Musa qərar verir. Mənə vəd olunmuş torpaq lazım deyil, ya Rəbb. Mənə sən lazımsan. Mənə sənin hüzurun lazım. Çox zaman mən öz həyatıma, dostlarımın həyatına baxdıqda mən görürüm ki, biz o qədər belə seçimlər etmişik ki, biz xeyir-dua adalı ilə qaçmışıq. Harada ki, Rəbbin istəyi yox idi. Biz getmişik, biz etmişik, biz olmuşuq. Həyatımızın bir hissəsini həsr etmişik. Halbuki biz o xeyir-dua adalı ilə qaçmalı deyildik. Biz xeyir-dua verənin yanında olmalıydıq. Marta və Məryəm kimi onların misalında biz görürük. Biri əlindən alınmayacaq bir şeyləri saxlamaq üçün İsa'nın yanındaydı. Ancaq biz isə xeyir-dua verəni qoyub, xeyir-dua ardınca qaçmışıq. Olub bizim həyatımızda. Olub belə şeylər. Və Musa bu sözlərlə deyir ki, mənə vəd olunmuş torpaq lazım deyil, mənə sən lazımsan, ya Rəbb. Əgər vəd verən mənimlə deyilsə, mənə vəd də lazım deyil. Gəlin düşünək və səmimi olaq. Mənim üçün, bugün mənim üçün nə vacibdir, nə daha önəmlidir? Dildə yox, əqildə və ürəkdə. Hətta deyərdim, həyata baxdıqda biz bunu asanlıqla görə bilərik. Keçmiş həyatımıza baxdıqda biz bunu asanlıqla görə bilərik. Lakin Rəbb bugün bizimlə danışır, o bir cərrah kimi bizim düşüncələrimizdə, bizim beynimizdə, ürəyimizdə işləyir ki, lazım olmayanları kəsib atsın. Və biz özümüzə sual verir, bizim üçün nə vacibdir? Xeyir-dua ya xeyir-dua verən? Bizim üçün nə daha vacibdir? İnsanlar səhraya düşdükdə, yəni biz səhraya necə düşə bilərdik? Artıq bəzən əvvəldə demişdim. Böhrandan, xəstəlikdən, tənhalıqdan keçdikdə ilk əvvəl biz cavab axtarırıq. Biz çıxış axtarırıq.
Və deyirik, ya Rəbb kömək ol, ya Rəbb yol göstər. Bir çətinlik olan kimi dərhal bu avtomatik olaraq bizim reaksiyamızdır. Ya Rəbb kömək ol, ya Rəbb çıxart məni bu vəziyyətdən, yol göstər mənə, bu mənim başıma nə üçün gəlib və s. və ilə axırə bu kimi suallar veririk. Ancaq Musaya baxaq. Musa demir ki, mən necə çıxım bu vəziyyətdən? Mən necə belə bir xalqı aparım? Mən belə bir xalqı o vəd olunmuş torpağa necə aparım və indi bu məsələni necə həll edim? Musa plan axtarmır. O, Rəbbin hüzurunu axtarır. O, Rəbbin özünü axtarır. O, hüzur istəyir. Allahsız vəd olunmuş torpaq, o anlayır ki, gec-tez Allahsız vəd olunmuş torpaq da gec-tez səhraya çevrilir. Biz bunu görürük. Biz bunu ətrafımızdakı həyatlarda da görürük. Ətrafımızdakı ailələrin həyatında da görürük. İşlərində də görürük. Allahsız gec-tez vəd olunmuş torpaq da səhraya çevrilir. Allahsız hər uğur, bu mesajın içində ən güclü mesajlardan biridir ki, Allahsız hər bir uğur mənasızdır. Allahsız hər azadlıq, yəni bu xalq azad olmaq üçün çıxırdı Misirdən və Allahsız, Musa başa düşür ki, Allahsız hər bir azadlıq köləliyin sadəcə yeni bir formasıdır. Sadəcə yeni bir formasıdır. Mən yaşadığım müddət ərzində çox böyük dəyişikliklər baş verib. Çox böyük texnologiyalarda çox böyük dəyişikliklər baş verib. Və mən görürəm ki, 30 il, 40 il bundan əvvəl insanlıq başqa cür kölə idi. 30-40 il sonra tamamilə başqa cür köləyə çevrilir. Allahsız hər bir azadlığınız köləliyin sadəcə başqa bir formasıdır. Bugünkü insan da çox vaxt xeyir-duanı istəyir. Amma xeyir-dua verəni unudur. Bir çox məşhur insanlar zirvəyə qalxdıqdan sonra mənasızlıqla üzləşirlər. İnsanın ruhu yalnız Rəbbin hüzuru ilə dolur. Alqışlarla, müvəffəqiyyətlə yox. İndi fikirləşək, həqiqi rahatlıq necə əldə olunur və Musa hansı nümunəni bizə göstərir? Həqiqi rahatlıq yolu bilməklə deyil, yolu kiminlə getməkdədir. Həqiqi rahatlıq bilməkdə deyil, yolu kiminlə getməkdədir. Baxın, Musa demir, bundan sonra biz necə gedəcəyik? Necə gedəcəyik? Belə xalqla necə gedəcəyik? Hansı yolla gedəcəyik? Musa soruşmur qətiyyən. Musa xəritə istəmir ki, mənə xəritə ver, hansı yollarla, hansı cığırlarla gedim. Və bu xalqla necə rəftar edərək gedim. Biz düşünürük ki, hər şey bizim üçün aydın olanda həyat rahat olur. Baxın, bu bizim içimizdə sanki fabrik ayarları kimi biz hara gedəcəyimizi çox yaxşı bilmək istəyirik, aydın bilmək istəyirik. Nə edəcəyimizi, oradakı vəziyyəti, hər şeyi aydın bilmək istəyirik. Və düşünürük ki, biz daha çox bilsək, həyatımız daha rahat olacaq. Mən biliyə qarşı deyiləm tamamilə. Lakin biz beləyik. Amma rahatlıq aydınlıqdan gəlmir. Rahatlıq məlumatlılıqdan gəlmir. Rahatlıq bizi yaradan Rəbdən gəlir. Ona yaxınlıqdan gəlir. Və Musa demir ki, mənə yol göstər, necə gedəcəm? Musa deyir, mən səninlə olmaq istəyirəm. Sən olduğun yerdə. Sən getdiyin yerə getmək istəyirəm. Sən durduğun yerdə mən durmaq istəyirəm. Və buradan müjdəyə keçid etsək, İncildə biz görürük ki, Məsih bir çox müəllimlər kimi, bir çox din müəllimləri kimi bizə yol göstərmir. O demir ki, bu yol ilə gedin. O deyir, yol mənəm. Yol özüməm. O Allaha yolu göstərmir, o yoldur.
bizimlə gedən yol. Musanın arzusu, Musa arzu edir ki, ya Rəbb, sən getsən, getməsən, biz də getməyəcəyik. Sən getsən, mən istəyirəm ki, sən bizimlə gedəsən. Və Musanın arzusu Məsihdə yerinə yetirir. Yadınızda da Məsih doğulduqda ona verilən adlardan biri Rəbb bizimlədir. Rəbb bizimlədir. Emmanuel adı. Emmanuel. Və Rəbb artıq uzaq deyildir. Rəbb Emmanueldir. Rəbb bizimlədir. Bəzən biz Allahdan niyə sualına cavab istəyirik, amma o bizə cavab əvəzinə özünü verir. Məsih özünü vermişdi. Çünki cavab bizi sakitləşdirməz, amma onun huzuru həyatımızda olan hər bir tufanı sakitləşdirir. Musa deyir, sənin huzurun lazımdır. Sənin huzurun getməsə, biz də getməyəcəyik. Rəbbin huzuru olan yer Musa üçün doğma bir yer idi. Və Rəbbin huzuru səhranı da evə çevirir. Səhranı da müqəddəs bir məkana çevirir. Səhra bizim anlayışımızda cəza yeridir. İnsan anlayışında səhra cəza yeridir. Yəni, mən dedim, bizim həyatımızda səhra hansı vəziyyətlərdə ola bilər? Xəstəlik, çətinlik, problemlər, münaqişələr və bu məqam, bu parça, ümumiyyətlə bu çıxış kitabına baxdıqda biz anlayırıq ki, səhra cəza yeri deyil, səhra Rəbb ilə görüş yeridir. Rəbbin huzurunun olduğu bir yer idi səhra. Məhz səhrada, yəni düşünək, bilmirəm, ciddi və o qədər də ciddi olmayan bilmirəm, xəstəliyə tutulmuşsunuzsa, misal üçün sətəlcəm kimi bir xəstəliyiniz olubsa, pnevmoniya kimi bir xəstəliyiniz olubsa, yəqin ki, o ağrılı, acılı günlər yadınızdadır. Məhz səhrada, yəni ki, məhz xəstəlikdə, məhz gücsüzlükdə, məhz tənhalıqda olur həyatımızda bizə elə gəlir ki, məni heç kim başa düşmür. Məni məndən başqa heç kim başa düşmür. Dərdimi kimə söyləyim? Kim mənə əlac olacaq? Məhz xəstəlikdə, gücsüzlükdə, tənhalıqda, tərk edildikdə, yəqin ki, hər birimiz bu və ya digər həyatımızın dönəmində tərk edilmişik. Sevənlər tərəfindən, dostlar tərəfindən. Tərk edildikdə, başa düşülmədikdə, lağa qoyulduqda, belə bir məqamlar da olur ki, bizi lağa da qoyurlar. Biz anlayırıq ki, elə bir məqamlarda biz həmişə nəyi anlayırıq? Biz anlayırıq ki, gücümüz azdır. Gücümüz azdır. Biz səhrada olduqda, biz xəstəlikdə, çətinlikdə və yaxud ki, problemlər içində olduqda, biz nəyisə düzəltməyə çalışdıqda və bizdə alınmadıqda biz görürük ki, biz bir şeyi anlamaya başlayırıq ki, mənim gücüm azdır. Məhz səhrada Allahdan asılı olduğumuzu anlayırıq. Bilməm, diqqətliyi biz yoxsa yox. Məhz çətinliklərdə, zəiflikimiz olanda, bizdə bu zəiflikdən çıxa bilmədikdə biz anlayırıq ki, biz nəyisə düzəldə bilmirik və biz eyni zamanda bu zaman biz Allahdan asılıyıq. Yəqin ki, olub həyatımızda buna bənzər vəziyyətlər. Məhz səhrada Allahdan asılı olduğumuzu anlayırıq. Məhz səhrada uğurun deyil, müvəffəqiyyətin deyil, Rəbbin huzurunun həyat olduğunu anlayırıq. Biz məhz yalnız səhrada anlayırıq ki, Rəbbin huzurudur bizim üçün həyat. Belə bir sitat var. Rəbb bəzən bizi ondan başqa heç nəyimizin olmadığı vəziyyətlərə aparır. Və belə hallarda biz anlayırıq ki, həyatımızda çatışmayan məhz Rəbbin huzuru olur. İsrail xalqı səhrada 40 il qaldı. Amma onların paltarları köhnəlmədi, çörəkləri bitmədi. Çünki Rəbb onların içində idi. Və əgər biz səhradan keçiriksə, biz qorxmalı deyilik. Biz qorxmalı deyilik. Mən istərdim bizim belə bir duamız olsun. Bizim belə bir anlayışımız olsun. Bizim belə bir yanaşmamız olsun. Əgər sən yorğunsansa,
əgər yorulmusansa, özünü itirmisənsə, hər şey sənin üçün elə bir dönəm olur ki, hər şey sənə belə mənasız gəlirsə, Musanın duasını et. Ya Rəbb, əgər sən mənimlə getməyəcəksənsə, məni heç yerə göndərmə. Ya Rəbb, əgər görəcəyim işlərdə mən səni görmürəmsə, mən o işlərə getməyəcəm. Əgər belə bir vəziyyətimdə, qəzəbimdə, kinimdə, rəqabətimdə, paxıllığımda sən təbii ki, yoxsan. Sənin huzurun yoxdur belə bir vəziyyətlərdə. Ya Rəbb, mən getməyəcəm. Mən o hisslərə getməyəcəm. Mən o sahələrə getməyəcəm. Qoy, sənin məqsədin yolu tapmaq deyil, onunla birgə olmaq olsun. Çünki Rəbb ilə səhra da ev olur. O olmursa, vəd olunmuş torpaq da səhraya çevrilir. Bəzən Allah bizə yolumuzda aydınlıq vermir, məlumat vermir. Çünki Rəbbin niyyəti özünü verməkdir. Rəbbin niyyəti özünü verməkdir və bu Məsih vasitəsilə baş vermişdir. Özümüzü itmiş hesab etdiyimiz zaman o bizə çox yaxındır. Qoy hər bir yolumuz, duamız belə olsun. Sənsiz, ya Rəbb, sənsiz bir addım belə atmaram. Həyat, məna, rahatlıq və sülh sən olan yerdədir. Hətta bu yer səhranın ortası belə olsun. Amin. Rəbb, minnətdarıq sənə sözünə görə. Minnətdarıq ki, ya Rəbb, sən bu ayə vasitəsilə bizimlə danışırsan. Ata Allahımız, ya Rəbb, biz dua edirik. Dua edirik ki, sənin istəyin olmasa, sənin iznin olmasa, sənin huzurun olmasa, mən bir addım belə atmaram. Gördüyümüz işlərə, etmək istədiyimiz, qərara gəldiyimiz niyyətlərə bir daha sənin kəlamının işığında baxmaq istəyirik. Varsanmı, ya Rəbb, sən orada? Ya Rəbb, sənsiz bir addım belə atmaq istəmirik. Biz sənin huzurunda olmaq istəyirik. Bizə xeyir dua ver. Bizə xeyir dua ver. Bizim gözlərimizi, qulaqlarımızı açıq et, ya Rəbb, sənin sözün üçün, sənin kəlamın üçün. Minnətdarıq ki, sən bizə bu parça vasitəsilə bir örnək göstərirsən. Örnək göstərirsən ki, biz xeyir-duanı deyil, xeyir-dua verənin yanında olmalıyıq. Və bizim üçün xeyir-dua verən hər şeydən üstün olmalıdır. İzzətlən bizdə və bizim vasitəmizlə. Ata, oğul, müqəddəs ruh adı ilə. Amin.